Deyirəm, təzyiq düşəndə də ağrı olurmu? Düşəndə yox, düşəndə ağrı olmaz. Ay, sağ oldu. Təzyiqin normal ağrımasın da başı. Ay müəllim, mən bax bu gün sizə yenə deyim, insanlarımıza hər dəfə deyirəm, yaddan çıxır. Adamlar var ki, səhər tezdən duranda görür ki, qan təzyiqi qalxıb, var. Adamlar var ki, səhər normaldır təzyiq, günorta normaldır, axşam da normaldır, yatır. Gecə qalxır, saat 2-də, 3-də deyir, 4-də təzyiqim qalxdı. Və reseptə buna yazılır ki, hər səhər bir tabletka qəbul ilə qan təzyiqinə görə. Mən də bir qocaman doktor olaraq məsləhət görürəm ki, siz görürsünüzsə ki, gecə 2-də, 3-də, 4-də, 5-də qan təzyiqin qalxır, o təzyiq dərmanını qəbul etməyə axşama sal. Siz onu axşam qəbul edəndə gecə rahat yatacaqsınız və qalxmayacaq. Və təbii ki, təzyiqin bir nömrəli dərmanı, məlhəmi, təhlükəsiz elən zəlidir, hiridoterapiya. Yolunuz düşəndə gətirin, bizim doktor Seyfəddin klinikasına kömək eləyəcəm. Düşməyən təzyiqi zəli qoyulan kimi normallaşır və təhlükəsiz olur.